Çox möhtərəm qonaqlar, əziz məclis iştirakçıları, çox hörmətli, çox qeyrətli, mən həmişə bu sözü böyük qürurla, vüqarla deyirəm. Təkcə Azərbaycanımızın deyil, Qafqaz ətrafı ölkələrin ən qədim yaşayış məkanlarından biri olan 8000 illik tarixi mədəniyyəti özündə cəm edən İgid Qartallar yurdu, qalibiyyətə gedən üçrəngli Azərbaycan bayrağının ələ alındığı məkan, qalibiyyətə gedən yolun başlanğıcı, Azərbaycan tarixində ilk səngərdə şəhadətə ucalmış generalın şəhadətə ucaldığı məkan, Ulu Oğuz yurdu, dünyaya öz səsini salmış Ulu Tovuzlular və Tovuzumuzun ən qədim yaşayış məkanlarından olan Dondar Qüşlü kənd cəmaatı və bu gözəl gündə məhz Azərbaycan qəhrəmanlarından biri canını fəda edərək Azərbaycana qalibiyyət gətirən ələnlərimizdən, yiğitlərimizdən biri Əliyev Əmrah Rüfətoğlu ünvanına ünvanlanmış qonaqlar, mən hər şeydən öncə sizlərin hər birisini böyük və mərhəmətli Allahın adından ürəkdən salamlayıram. Mən kiməm, mənim əzizlərim? Allahın salamı olsun sizlərə. Mən ancaq deyə bilirəm ki, mənim üçün doğma olan, əziz olan, ay ellər obalar, salam əleykim. Hər sözü söhbəti nəsiyyət olan Axşaq qarbabalar, salam əleykim. Baxça salıb bəhrəsindən öyünən, toyduğun eşqindən qəlbi döyünən, min bir əziyyətlə evlad böyüdən, qeyrətli atalar, İsmətli analar, salam əleykim. Söylə Kamiloğlu, sözün açığı, könlümün sevinci, öyümün işığı, bax bu fani dünyanın təh yaraşığı, ay körpə balalar, salam əleykim. Salam əleykim mənim əzizlərim. Xoş gördük sizləri bugün. Qəhrəman evlatları Adəm bəylə Rüfət bəyin dinə qəbul təntənəsində. Mən sözsüz ki, hər birinizə xoş gəlmişsiniz deyirəm. Amma istəyirəm məclisimizə öncə bu məclisin bəyləri, bu məclisin xanları, bu məclisin sultanları, təkcə məclisimizin deyil, Azərbaycanımızın xanları, sultanları, bəyləri, Adəm bəylə Rüfət bəy məclisimizə dəvət edeyim. Amma həmişəki kimi yox. Bugün tam başqa, bugün bir başqa. Koroğlu yırtınasından sizlərin gürültülü alqışlarla bəylərimizi məclisimizə dəvət edəcəyik. Bəylərimizin gəlişinə gəlir. Adəm bəy, Rüfət bəy, toyumuz mübarək olsun. Artıq bugünün səbəbkarları, qəhrəman evlatları öz dinə qəbul təntənəsində onları təbrik etməyə gəlmiş əzizlərimizin arasındadır. Və istəyirəm onları şərbət şəlaləsinə dəvət eləməmişdən öncə, mən həmişə deyirəm bu sözü,
bütün məclislərimizdə, ən xoş günlərimizdə. Çünki artıq 5 ildir Azərbaycanımızda bu xalqın keçmişinə, gələcəyinə, bu devlətin devlətçiliyinə, bu millətin qeyrətinə, qüruruna, ləyaqətinə yaraşan möhtəşəm bir ənənə yaranır. O ənənə ki, biz hamı 30 il deyir, amma mən 300 il deyirəm. Çünki Azərbaycan tarixində Nadir Şah Əfşardan sonra 1 metr torpaq geri qayıdıb 300 ildə. 300 ildən sonra Azərbaycan tarixini dəyişən, Azərbaycan tarixini qızıl hərflərlə qalibiyyət imzası atan, dünyada Azərbaycanı tanıdan, 300 ilin yeganə qalib sərkərdəsi, Ali Baş Komandanımız Cənab İlham Əliyev cənabları başda olmaqla 21-ci əsrin 20-ci ilində onun ətrafına toplaşan ölməzlərdən ibarət, ölümün gözünə dik baxaraq ölümə qalib gələnlərdən ibarət, vətən torpaq uğrunda fəda olub, torpağa qarşı torpağı vətən eləyən igidlərdən ibarət, üçrəngli Azərbaycan bayrağı uğrunda canını fəda edib, bayrağa bükülüb, valideynlərinin huzuruna gələn qəhrəmanlardan ibarət, vətən uğrunda canlı əzalarını fəda edən igidlərdən ibarət bir ordu dünyada görünməmiş bir qələbəyə imza atdı. Bəli, 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızı, Qarabağımızı, öz qanları, canları bahasına azad elədilər. Şuşada tapdaqda altında qalmış xar bülbülü qanlarıyla suvararaq yenidən gül açdırdılar və dünya tarixini dəyişdirdilər. Dünyada bir ənənə var, 25 il işğalda olan torpaqlar işğal eləyənin olur. Amma Azərbaycanın igidləri, qəhrəmanları, şəhidləri dünyaya göstərdi ki, 30 ildə keçsə biz dünyanın qanunu dəyişərək bizim olanı bizə qaytarmağı bacarırıq. Və biz artıq onları yad eləməyi hər gün, hər gözəl günümüzdə özümüzə qürurlu bir ənənə sayırıq, əzizlərim. 30 illik bir həsrətə son qoyub, mən Qarabağ müjdəsindən gəlmişəm. Gör neçə min şəhid balam can qoyub, cəm eyləyib cümləsindən gəlmişəm. Mən Qarabağ müjdəsindən gəlmişəm. Şəhidlərin, qazilərin qeyrəti, Poladımın, Cavidimin, Əmrahımın qüdrəti bu dünyaya tanıtdırdı milləti. Mübarizin nərəsindən gəlmişəm. Mən Qarabağ müjdəsindən gəlmişəm. Düşmənlərin başına od əliyən, Qarabağı öz qanınla çiliyən, insanlığı göz yaşına bəliyən Xudayarın nəğməsindən gəlmişəm. Kamiloğlu, çarə səbr dözümdür, Zəngəzur bir, Borçalı bir gözümdür. Dünya bilir, Təbriz, Göyçə bizimdir. Bu arzunun həvəsindən gəlmişəm. Öncə sizdən xahiş edirəm, qəhrəmanlarımızın, igidlərimizin, ərənlərimizin şərəfinə gürültülü bir alqış ucaldaq. Əlləriniz var olsun. Və qəhrəmanlarımızı